30 dəqiqənin yeni buraxılışında hər birinizi xoş gördük, əziz tamaşaçılar. Maraqlı suallar, səmimi cavablar və etiraflar hər biri sizi gözləyir. Mən istəyərdim ki, vaxt itirmədən qonağımızı təqdim edim, amma qoy elə o öz-özünü təqdim etsin. Xoş gəlmişsiniz, buyurun. Xoş gördük. Mən Ağas Sürəyimov, Avropa və Dünya çempionu. Başqa necə özünüzü təqdim edərdiniz? Başqa? Ən yaxşısı elə belədir. Ən yaxşısı belədir. Ağasif, gəlin birinci adınızdan başlayaq. Adınızı kim qoyub, kimin şərəfinə, ümumiyyətlə sizə dostlar, tanışlar necə müraciət edir? Biz ümumiyyətlə 3 qardaşıq. Asif, Vasif, Ağası. Onlar məndən böyükdür. Onun üçün də elə oldu ki, axırıncı mən oldu. Onun üçün Ağasif atam qoydu ki, Ağasif olsun. Yəni belə. Dostlarım mənə ən çox ağa deyirlər. Papa da mənə ağa deyir. Mamam bir dənə yeganə adamdır ki, Ağasif deyir. Yəni belə. Ağa daha rahatdır. Bəli. Onda biz də belə müraciət edə bilərik. Asif, Vasif, Ağasif, bu bizə bir filmi xatırladır. Siz adlarınızı filmdən götürdünüz, yoxsa film sizdən götürdü adları? Mənim qardaşlarım böyükdülər. Mənə elə gəlir ki, film bizdən götürdü. Çünki bizdə Vasif qardaşım ən böyüyümüzdür. Asif ortancıldır və ən balacaları mənəm. Və bildiyim qədərilə yaş fərqiniz də var arada. Bəli, bəli. Böyük qardaşımın 43 yaşı var. Ortancıl qardaşımın 40, mənim 27. İdmanla məşğul olur digər ailə üzvləriniz? Bəli, qardaşlarım idmanla məşğul olurlar və məni də bu məşqə gətirəndə qardaşım olubdur, böyük qardaşım Vasif. O 2001-2002-ci illərdə taekvondo ilə məşğul olub. Bəli, Respublika çempionu olub. Digər qardaşım isə Asif, qaydası döyüşlə məşğul olub. Elə o illərdə mən məşqə getməyə başlamışam. Ailədə hamı idmançıdır. Yəni bəli, qardaşlar. atam da güləşçi olub, bəli. Atam da SSR-də güləşib. Necə oldu ki, elə gimnastikaya gəldiniz? Digər idman növləri yox? Deməli, böyük qardaşım taekvondo ilə məşğul idi. Günlərin bir gün gəldi evə. Yəni, inan mənə ki, uşaq olsam da o gün mənim hələ də yadımdadır da. Yəni, mən necə gedirdim məşqlərə, necə sumka, o sumka da qalır hələ. O geyindiyim, belə deyək də, ayaqqabı da qalır hələ, yəni məndə. Yəni, belə şeyləri yığan adamım da, yəni, itirmirəm. Hər baxanda xatırlayıram həm də. Böyük qardaşım gəldi, Vasif dedi ki, bir gimnastika var atama. Gəl qardaşımı aparım, məni aparsın. Babam birinci razı olmadı, dedi, o uşaqdır, hələ baladır. Dedi, yox, oraya gedənlər elə hamısı uşaqdır. Elə o getməyimlə bu getməyim, gətirdilər, qoydular mənə məşqə. O məşq, bu məşq, indi də buradayam. O məşq, bu məşq 22 il. Bəli. Çox böyük bir müddətdir. Bəli. Hələ özüm baxanda heç inana bilmirəm ki, yəni bu qədər, necə bu qədər məşq eləmişəm. 5 yaşından məşğul olursunuz. Bəli. İstəyərdim biraz gələcək planlarınızdan danışaq. Gələcək planlarım, sonuncu bir yarışım qalıb. Nə mənada, yəni o yarışda heç çıxış eləməmişəm. Avropa Dünya çempionu olmuşam, kuboklar udmuşam. Yəni bizim üçün ən əsası, mənim üçün ən əsası olan heç vaxt çıxış eləmədiyim bir yarışdır. Kitayda olacaq, dünya oyunlarıdır. Lisenziya qazanmışıq, indi avqusta kimi istəyirəm ki, o yarışda da çıxış eləyəm. İnşallah onda da qələbə qazanım. Yəni, akrobatikada olan bütün yarışlarına qalib olmuşam, bir tək ondan başqa. Çünki çıxış eləməmişəm elə sonda. Bu qədər. Ümid edirik ki, arzunuza çatarsınız. Arzuma çatacağım. Ondan sonra da bir arzum oladı ki, öz zalımı inşallah ki, açıram. Orada da uşaqlar üçün özüm əlimdən gələn eləyəcəm ki, gələcəyə daha sağlam uşaqlar yetişdirim. Həm gimnastika, həm bütün idman növlərinə görə bərk uşaqlar olsunlar. Onlar məşqə başlayanda bir addım məşqə getməmiş uşaqlardan qabaqda olacaqlar. İdman zalı açmaq, bu necə gəldi fikrinizə? Biznes kimi baxırsınız buna? Əslində xeyr, bu 22 ildir mən bu işlə məşğulam. Fikirləşdim ki, nə edə bilərəm ki, yəni həm vətənə daha faydalı bir şeylə məşğul olum. Yetərincə yerlərimi tutmuşam və inanıram ki, biliyim buna qane eləyir ki, yəni mən həm uşaqları, həm də elə bir şey istəyirəm ki, gələcəkdə məsəl üçün güləşlə məşğul olmaq istəyən, boksla məşğul olmaq istəyən, karate ilə, bütün idman növlərindən. Yəni bunların hamısı təməli gimnastikadan başlayır. Yəni bu bir nömrəli olaraq belədir. Yəni hamıya da deyirəm, hamı da bunu bilməlidir. Yəni gimnastikadan başlayandan sonra 2, 6, 8 yaşından sonra
o uşağı siz hansı idman növünə qoysaz, hansı bir məşqə qoysaz, siz inanın mənə ki, o uşaq o bir uşaqlardan 5 addım qabaqda olacaqlar və daha inkişaf edəcək. Həm beyin cəhətdən, həm müəllimə qulaq asmaq cəhətdən, həm də görkəm cəhətindən. Yəni, sözünüzlə baxsaq, gimnastlardır, güləşçilərdir, cidoçulardır, yəni hamısının ən səliqəlisi. Demirəm, onlar belə yox. Amma səliqəli baxımından gimnastlar daha çox səliqəli olurlar. Döymələrinizi görürük. Daha doğrusu birini görürük. Bəli, bəli. Döymələrin barədə qısa bir məlumat verə bilərəm belədir. Deməli, bunu mən haçan gəldim elətdirməyi. Deməli, bizim bir uzun bir yarışımız oldu. Bir ay falan Bakıda olmadıq. Keçən ilin, təzə eləmişəm bunları. Keçən ilin biz birinci yarışa yollandıq Bolqariyanın Burqas şəhərinə. Orada birinci yerə çıxdıq, kubok idi. Ondan sonra yollandıq Portuqaliya. Portuqaliyada yenə dünya kuboku. Həmən yarışda arxa-arxayadır, arda-ardaydı. Portuqaliyada ikinci yerə çıxdı. Ondan sonra gəldik Polşa. Biz Polşada 20 gün, 21 gün qaldıq. Və o ərəfədə o qədər məşq elədik, o qədər məşq elədik. İçimdə bir dənə boşluq yarandı. Və mən öcə bilmədim nə ilə motivasiya özümə cəlb eləyim. Yarışda, həmən Polşadakı yarışda udduq, amma inanın ki, o yarışı udanda mən sevinə bilmirdim. Yəni, nəyə görə? O qədər məşq eləmişdik ki, bilirdim ki, udacam, yəni başqa variant yox idi da. Yəni, düzdür, yarışa çıxmamışdan qabaq həyəcan, tək mən məşq eləmirəm də, həmçində raziyədə məşq eləyir deyə də. İkimizin bir-birinə qarşı həyəcanı, bir-birimizə qarşı hisslər, o böyük rol oynayır da. Hər yarış qabaq biraz nəsə olsa, o yarışa təsir eləyir. Yarışdan gələndən sonra fikirləşdim, nə edə bilərəm? Beynimə gedim belə. Əslində başqa bir... Çarəni döymədə bəli, gördünüz. əslində başqa bir fikirlə getmişdim. Amma elə oldu ki, bunu elədim. Bu da bir döyüşçüdür, yəni. Mən də sağ əllə həmişə raziyəni saxlayıram deyə. Yəni, hər baxanda, hər element eləyəndə bu tatonu görürəm deyə. Bu da mənə bir motivasiya verir ki, yəni bir döyüşçü olduğumu unutmuram hər dəfə, hər qoluma baxdığımda. Raziyə deyirsiniz elə. Gəlin biraz da Raziyə Seyidlidən danışaq. Bəli, Raziyədən çox razıyam, həqiqətən. Çünki... Başqa cür ola da bilməzsə, indi baxacaq verilişə. Bəli, bəli, həm də onu çox istəyirəm, həqiqətən də, yəni bir partnyor kimi həmişə dəstək olmuş bir-birimizə. İnanıram ki, ilə belə də dəstək olacaq, o da mənə, mən də ona. Komanda şəklində çalışmağınızın uzun irəliləməsinin səbəbi nədir? Tez-tez küsüb barışırsınız, ümumiyyətlə sözünüz bir-birinə çəp gəlir, yoxsa hər şey ideal şəkildə gedir? Yox, ideal olmur, ideal heç nə yoxdur, yəni. Amma demək olar ki, bəli, bizim problemimiz, yəni qıraqda, məşqdən, qıraqda heç bir bizim problemimiz yoxdur. Nəinki mən, öz dostlarımız, yəni məşqdə olan uşaqlarla da, yəni nə olursa da məşqdə olur, elə orada da qalır, orada da bağlanır. Yəni biz zaldan çıxanda biz hamımız dostuq, yəni həqiqətən bir-birimizə hörmət edirik, çox sevirik. Raziyə ilə gəlmişkən, indi olur, məşqdə elə bir situasiya olur ki, indi hamı evdən gəlir, əsəbi olur, nəsə bir problem olur, yəni bu normaldır da, yəni. Çalışırıq ki, onun məşqdə əskitməyək, yəni qıraqda qalsın, amma elə də olur ki, özümüzdən çıxırıq, əsəbləşirik, birimizə söz deyirik, o mənə deyir, amma... Yarışdan əvvəl, məşq prosesində... Əslində çox bu yarışdan əvvəl olur, nəyə görə? Yarışın həyəcanı, stresi, element alınmır, fikirləşirik ki, biz bir elementi, belə deyək də, 10 dəfə eləyirik. 10 dəfədən də hər təzə 6 elementimiz var, hər 6 elementi 10 dəfə eləyirik. Bu da, sonra da başlayırıq təzədən rutin işləməyə də, yəni proqramlara başlayırıq. Hər dəfədə o alınmır, düşürük yerə, yıxılırıq və yaxud təsəvvür nə qədər edir, səhər axşam bu elementi eləyirik, sabahsı gün gəlirik, element alınmır. Ucu fikirləşsən ki, bəs dünən elədiyim məşq necə oldu, bəs də nətər oldu ki, dünən eləyə bilirdik, bu gün alınmır. Bu belənsi şeylər görə, deyirəm, dünən necə eləmişsən bu elementi? Baxır belə, indi o elə aramızda bir-birimizdən biraz sözləşirik. Əsas odur ki, anlaşırsınız. Bəli, bəli, anlaşmasa bugünkü gün burada oturmazdım da, yəni. Gəlin onda İradə Qurbanova ilə davam edək. Ondan necədir vəziyyət? Yaxşı, İradə mənim baş məşqçimdir, yəni həqiqətən də çox istədim. Mübahisələr olur, belə şeylər? Mübahisə olur deməyək, yəni o nə deyir, qulaq asır, biz əlimizdən gəldiyi qədər. Çünki bizdən həqiqətən çox böyük hörmət edirəm. Mənim məşqçimdir. Əməyi danılmazdır. Bəli, bəli, bəli. O bir məşqçi kimi, bir insan kimi, yəni yoxdur da, ən yüksək səviyyədədir həqiqətən. Ağa, subaylıq sultanlıqdır, yoxsa? Məncə hə, subaylıq sultanlıqdır. Hələ ki, Çünki bu saat fikirləşə də bilmirəm. Nəyə görə? Həm karyeramın
ən yaxşı ərəfələridir həqiqətən də. Həm karyeramı daha qıraqda qurmağa çalışıram, həm də ki, öz məşqimin içində də yəni ən yaxşı vəziyyətdəyəm. Çünki bu saat heç nəyə vaxtım yoxdur. Yəni siz inanın mənə ki, həftənin hər gün məşğul oluram. Sizə efirdən qabaqda dediyim biraz günləri hansı gün dincəlirsiniz? Hansı gün? Bir dənə 6-cı gün ortadan. O da inanın mənə məşqimiz 9-da başlayır 6-cı gün. İndi burada mənim uşaqlar güləcəklər. 9-da başlayır, saat 12-də birin yarısı qurtarır məşqimiz. Amma siz inanın ki, mən oradan o qutaran kimi çıxa bilmirəm də. Bu uzanır 2-yə kimi, 3-ə kimi. 3-dən sonra da özünüz bilirsiniz də, yəni Bakın. Probka, evə çatana kimi belə, biraz belə. Vaxt qalmır. Bir dənə bazar gün deyirəm sizə, bizə bir gün 24 saat bəs eləmir də. 48 saat lazımdır ki, dincələ bilək. Bir dənə bazar günümüz olur. O da uşaqla, dostlarımızla görüşür, edirik. Bax, qutarır, gəlib evə yatırıq ki, səhər tez durub gecikməyə məşq edir. Düzdür, hər gün gecikirəm. 5 dəqiqə də olsa, 3 dəqiqə də olsa çalışıram ki, gecikməyim, amma olmur. Olanda olur. Başqa idman növü, həvəskar olaraq nə ilə məşğul olursunuz? Həvəskar olaraq, yəni axır vaxtlardır ki, heç bir şeylə, nəyə görə? Öz məşqimiz çox ağır keçir, onun üçün. Amma bir il qabağa baxanda, yəni boş vaxtlarım olanda fitnesslə ən çox məşğul oluram. Həm nəyə görə? Həm məşqimə görə daha raziyəni daha rahat qaldıra bilim deyə, həm də özümə görə ki, bədənim yatmasın, həmişə formda qalsın. Amma bir il qabağa baxanda mən güləşə gedirdim. Buradan Cəlal Süleymanova da təşəkkürlər bildirəm ki, həqiqətən mənə çox dəstək oldu. Məşqçiniz idi, yoxsa dost? Həm dostumdur, həm də mənə güləş öyrədən adamdır, yəni Cəlal. Onun yanına girdim. Həmişə mənə hər tərəfli, öz idmanımda da mənə dəstək olub ki, yəni güləşdə də yəni mənə necə işlədib, yəni mənim öz məşqimə uyğun ki, yəni öz dözümlüyüm artsın, yəni beləncə. Yəni həm özümü istəmişəm güləşməyə, həm də mənə beləncə kömək olub. Həqiqətən sağ olsun, yəni təşəkkürlər bildirirəm. Yəni bir il qabağa kimi gedirdim yanına tez-tez, amma indi vaxtım olmadığı üçün gedə bilmirəm. Amma məşqimi yekunlaşdırandan sonra inanıram ki, gedəcəm yanına tez-tez. Kənardan baxanda elə güləşçiyə bənzəyirsiniz. Bəzən səhv salmırlar sizi. Deyirlər, deyirəm gimnastika ilə məşğulam, hamı belə gün var, gimnastika. Deyir, amma o video vermirsən. Oxşatmırlar. Oxşatmırlar. Asudə vaxtlarınız olmur, dediniz ki, olanda nə ilə məşğulsunuz? Bəzi adamlar yemək bişirməyi xoşlayır, bəzi adamlar yürüyüş etməyi, dənizə getməyi. Nələri sevirsiniz? Nələri sevirəm? Bacardığım qədər, inanın o qədər məşğul oluram ki, dostlarıma, evdəkilərə vaxt ayıra bilmirəm. Yəni, bacardığım qədər evdəkilərlə və yaxud da evdəkilərlə də olmayanda dostlarımla vaxt keçirirəm ki, yəni, uşaqlarla görüm, deyim, başım biraz daha yaxşı olsun da, yəni sabahsı gün məşqə. İnanın, bugünkü gün burada otururam sizinlə, mən sabahı fikirləşirəm ki, sabah səhər məşqdə nə eləyəcəm, yəni bütün hər şey məndə planlı şəkildə gedir. Həm də birinci planda məşqim olur deyə də, yəni uşaqlar məsəl üçün axşam 9-da, 10-da, 11-də, 1-də, 2-də evə gec gedirlər, amma mən məcburam ki, 9-da, 10-da durum gedim ki, və səhər-səhər yatım ki, səhər məşqə gecikməyim, yəni belə məşqim var səhər deyə. Ona görə hər şey məndə biraz planlıdır, hər şey qrafika çalışıram ki, uyğun eləyim. Düzdür, hər gün çətindir bunu eləmək, həqiqətən çox çətindir, amma çalışıram. Bu idmandan uzaqlaşmaq fikriniz olub? Bu idmandan uzaqlaşmaq fikri, elə momentlərə gəlirsən, həqiqətən demək istəyirsən ki, gedirəm, olmur. Amma eləyə bilmirsən, çünki baxırsan keçmişə, illərə, əziyyətə, görürsən eləyə biləcəklərin şeylər də var hələ. Ona görə saxlayırsan. Bizim idman növü qıraqdan baxanda ki, asan görsənir, balaca qızdır, saxlayırsan rahat. Amma inanın mənə ki, heç elə deyil də. Yəni, özünüzü mənim yerimə qoyursanız, yəni, ağrılar bir tərəfinə imkan vermir. Məşqlər, proses, sən tək deyilsən də. Yəni, təsəvvür tək bilirsən, nə eləyə bilərsən. Amma cüt şəkildə, para şəklində, qrup şəklində həqiqətən çətindir ki, həm onu hiss eləməlisən, element eləyəndə, həm onun vəsində biraz problem olmamalıdır. Nə çox yuxarı, nə çox aşağı, səliqələ görsənməlidir. Onun boyu mənim uyğun olmalıdır. Yarışda kriteriyalar var da, yəni uyğun olmalıdır. Onun üçün də çox çətindir idman növümüz. Bütün idman növləri çətindir. Amma bizimki 2 nəfərlə işləyirik deyə də həqiqətən çətindir. Həm bir-birimizi daha gözəl başa düşməliyik ki, biz yarışda daha yaxşı nəticə verək. Əgər biz bir-birimizə başa düşməyəcəksə, inan nəticə də olmayacaq. Bəs ailədə sizi ən çox başa düşən kimdir, ən böyük dəstəkçiniz kimdir? Ortancı qardaşım Asif.
Yəni o uşaq qardaşımdır, düzdür. Yəni mənim üçün əlindən gələn hər şey, məndə hər şey yaxşı olsun. Yəni ona dərin təşəkkürlərimi bildirirəm, həqiqətən. Yəni hər şeydə mənim podişka verən qardaşımdır, yəni. Gözləriniz doldu. Yox. Sonuncu dəfə nə vaxt idmanı atmaq istəmisiniz, amma tam səmimi və kim sizi yolunuzdan döndərib? Sonuncu dəfə keçən il bizdə dünya çempionatı idi və mən o dünya çempionatında 2 qızıl medal, bir komandayla gümüş medal və bir də bürünc medal qazandıq. Deməli gəldik Bakıya, fikirləşirdik ki, yekunlaşdıraq məşqimizi. Həmən ili də biz dünya oyunlarına lisenziya qazandıq. Bu ilki olan, avqustda olan dünya oyunlarına lisenziya qazandıq. Həqiqətən yekunlaşdırmaq istəyirdim. Yolda da gələndə qardaşıma deyirəm, asbəs, işləyə bilmirəm də, həqiqətən ağrıyıram, ağrılarım çoxdur da, dözə bilmirəm. Mənə deyir, tələsmə, biraz səbirli ol, düzələcək, narahat olma. Yəni hər şeydə yanındayım, narahat olma. Yəni onun üçün də qardaşım mənə deyirdi ki, işlə, yaxşı olacaq. Deyir, az qalıb deyə də sıxıb saxlamışam özümdən. İlk subay qonağımızsınız. Toy nə vaxtdır? Subayam da, yəni. Toy nə vaxtdır? Fikirləşmirəm, yəni, heç o barədə həqiqətən. Fikirləşmirsiniz. Çünki bu saat məşqlərdir birinci növbədə. Ailə qurmaq üçün bir xanımda gözlədiyiniz 3 cəhət nədir? Mən istəyərdim ki, məni başa düşən olsun. Yəni, mənim məşqim elədir ki, idmanım həqiqətən ətrafımda xanımlar çox olur, yəni öz məşq partnyorumda. Bir növbədə başa düşən olsun ki, hər tərəfli belə bir problem yaşamayaq, yəni qısqanclıq barəsində. İkinci növbədə həmişə dəstək olsun. Üçüncü növbədə isə Üçüncü qalsın. Hə, qalsın üçüncü. Özünüzdə bəyənmədiyiniz cəhət hansıdır və hansı vərdişləriniz var ki, onları dəyişdirə bilməmisiniz? Xasiyyətim. Yəni, nəyi bəyənmirəm? Həqiqətən bir şeydə çox titizəm də, yəni yığışdırmaqda, maşın təmiz olmağında, olmamağında, istəyirəm ki, təmiz olsun, paltarların qatlanmağı, evdə stolun üstü, dağınıq olan heç nəyi sevmirəm də, yəni. Həm də yalan, heç kim yalan danışmasın da mənə. Desin, nə var, nə yox, amma öz dostlarım da, yəni, nə deyirsə desin ki, eləyə bilmirəm, mən başa düşərəm, amma bir dənə yalan deməsinlər mənə. Yalanı sevmirsiniz, təmizliyi xoşlayırsınız. Bəli. Əslində, burada dəyişdiriləsi bir xasiyyət görmədim. Yəni, nəyə görə yalan? Uşaqlar indi elə cüzi şeylər var ki, deyirlər, çox adam başa düşür, amma mən başa düşə bilmirəm onu. Deyirəm, düzgün dinəni qutarsın da bu, keçə də bilmirəm onu. Ürəyimdə xal qalır ki, mən niyə bunu dedi? Əslində, xırda bir şeydir, belə. Amma keçə bilmirəm, yəni, içimdə. Deyirəm ki, bu yadıma düşür ki, mənə bir sözü belə deyib. Axırıncı dəfə özünüz nə vaxt yalan danışmısınız? Yəni, mən yalan danışanda da düz danışıram, yəni. Yəni, ehtiyacım yoxdur ona. Ki, yəni, yalan danışım. Yalan danışmağa ehtiyacınız yoxdur? Yox. Danışmamısınız? Niyə danışım? Yəni, çünki elə bir vəziyyətdə olmayıb ki, nəyəsə yalan danışım. Küsəyənsiz? Bəlkə də dostlarım bunu yaxşı bilir. Yəni, mən heç kimdən küsmürəm, heç nə də üstündə, yəni. Nə var, sözüm hamısını deyirəm, yəni. Küsəcək bir şeyim yoxdur, yəni, heç kimdən. Yəni, hamıyı başa düşürəm, yəni. Yəni, qarşımdakı insan məndən küssə, mən onu da başa düşəcəm. Yəni, mən heç kimdən küsməyə, yəni, bir məna tapmıram, yəni. Nəyə görə küsüm? Nə sizi incidə bilər? İndiki momentdə heç nə. Çünki nəyə görə? Baxın, 5 yaşımdan məşq edirəm, 5 yaşımdan zallardayam. Müəyyən bir vaxtdan sonra özüm gedib gəlmişəm. Ən çətin vəziyyətlərdə də, ən pis vəziyyətlərdə də hamısını çalışmışam ki, özüm öhdəsindən gəlim. Düzdür, mənə köməkli eləyənlər, qardaşım, atam, anam yanımda olublar. Amma elə şeylər var ki, çoxlar da deməmişəm, yəni özüm öz üçün dəlil eləmişəm. Onun üçün ilə belə fikirləşmirəm, yəni nəsə məni incitər. Küsməkdən söhbət açmışkən daha çox kimdən küsmüsünüz? Raziyə Seyidli yoxsa İradə Qurbanova? Küsüb barışmısınız? Əslində yenə deyirəm, mən küsmürəm heç kimdən, yəni, amma belə ən çox bizim mübahisəmiz Raziyə ilə olur. Yəni İradə müəllimə bizim məşqçimizdir, yəni o dediyini biz eləyirik. Həmişə də, yəni o bizə nə desə də biz onu eləyirik. Səhv desə də biz onu qəbul edib işləyirik, yəni bildiniz. Küsə bilmirəm mən o qadından, o insandan, o məşqçimizdən, yəni həqiqətən küsə bilmirəm. O elə söz deyir, yəni bu saat o içəri girsə burada mən qalxacam ayağa da, yəni o dərəcədə, yəni çox hörmət edirik ona. Yəni ondan Raziyədən, Raziyə indi bir də elə sözlər deyir ki, qalırsan belə indi. Həm də xanımdır da, qızdır, ona mən necə küsüm ondan. Amma belə inciməyim olur,
O da ki, raziyyə ilə, yəni. O da məşq barəsində. Amma qırağa çıxaq yenə yazıram, soruşuram nəsə, yəni belə. Məşqdə deyirəm, sən düz danışmadın da, yəni düz demədin, belə hədisi şeylər olur. Yəni bizim məşqdən qıraqda, yəni heç birimizdən küsürlüyümüz yoxdur, yəni. Boş vaxtınız yoxdur deyirsiniz, amma mütləq ki bir zaman tapırsınız. Tapıram, bəli. Nə üçün? Baxır nə üçün? Uşaqlarla məsələn vaxt elə bilyarda gedirik. Bazardığım qədər bilyard oynayıram. Rahatlaşdırır, yəni daşlar bir-birinə dəyəndə rahatlaşıram. Dostlarınız çoxdur? Çox deməzdim, yəni. Azdılar, amma yaxşıdırlar, yəni. Mənə bəs edir. İdmançıdılar yoxsa? İdmançısı da var, yəni belə də, qıraqdan da var. Hansı ilə dost olmaq yaxşıdır? O xasiyyətə baxır, o işte gördüyü işə görə mən dostluq eləmirəm axı da. Yəni. Akrobat dostunuz var yoxsa? Bəli, var. Mənim uşaqlıq dostlarım var akrobatikadan. Seymur Cəfərovdur, Abdullah Əl-Məşəyixidir. Yəni, biz uşaqdan bir yerdə böyümüşük. Yəni, inanın mənə ki, yarışda da. Onlar 3-cü yerə çıxmışlar, mən 1-ci yerə çıxmışdım həmən yarış. Mən özümdən çox sevindim ki, onlar 3-cü yerə çıxdılar həqiqətən. Yəni, dəhşət sevindim. Çünki əziyyət çəkirlər, işləyirlər, uşaqların hamısını məşqin görürəm. Yəni, həqiqətən də bizə heç kim yer tutmayanda özümüz pis oluruq ki, biz bundan qabaqçı yarış, biraz mövzudan çıxıram, bundan qabaqçı yarış Belgiyada oldu bizim yarışımız. Təsəvvür edin, bir komanda getdi, heç kim yer tuta bilmədi. Heç kim yer tuta bilmədi. 3 il dalbadal dünya kuboklarına çıxıram və yarışları deyirəm də, 3 il bu ildən keç. Mən bütün yarışları udmuşam. Yəni 2 də, 3 də olsa, 1 də olsa udmuşam yəni də. Çoxsunu demək olar ki, udmuşam. Təsəvvür edin, bu qədər ildən sonra gəl, bu illəri birinci gedən yarışda Belgiyada yer tutma. Özü də neçənci, 5-ci, 6-cı ol. Ya inanın mənə ki, mən elə bir tok vurdu, yəni həmən yarışçı, bu necə olur? Bütün ili ud. Məndən də o tərəfə Seymur gir, uşaqlar, komanda sıfırda, yəni. Mən özüm şok oldum, uşaqlar da birimizə baxdı, bu necə oldu belə? Ondan sonra bu yarışa gəldi, Lüksemburqdakı Avropa çempionatımız oldu, onu ən yaxşısını elədik, yəni həqiqətən də. Yəni, hamı ən maksimal yerini tuta biləcəyini tutdular. Yəni, bunun üçün uşaqların həmişə də yanındayım, uşaqlar da mənim yanımdadır. Buradan hamısına çox təşəkkürlərimi bildirirəm. Yəni, əlimizdən gəldiyimiz qədər bir-birimizə dəstək oluruq. Yəni. Ağa bugün necə qidalanır? Qida rejiminiz necədir? Qida rejimim stabil, yəni. Çox məşq edirik deyə belə mənim bir kriteriyam yoxdur ki, bunu yeməyim, onu yeməyim. Amma mənim partnyorum diyet eləyir. Çünki onun vesində çox olanda narahatçılıq olur işləməyə, amma özü də bacardığı qədər saxlamağa çalışır ki, çox olmasın. Yemək hazırlamaqla aranız necədir? Sözün açıq indiyə kimi heç hazırlamamışam. Çünki vaxtım olmayıb. Deməyim, pişirə bilmirəm, nəyə görə? Prov eləməmişəm. Bəlkə də prov eləsəm deyərəm ki, pişirə bilirəm. Sınamamışsınız? Bəli, sınamamışam. Ona görə də demək olmaz da pişirə bilmirəm. Maşınlardan aranız necədir? Maşınlarla çox yaxşı. İnşallah ki, deyərdim, yəni, arzumdur, yəni, böyle bir yekə bir maşın qarajım olsun, yəni, içdə də olun maşın, istədiyim maşınları yığaram. İnşallah fikirləşəm, gələcəkdə olacaq o da. Yaşan arzudur. Maşınlar bir nömrəlidir də, yəni, məndə. Həqiqətən maşın. Ən çox sevdiyiniz marka? Ən çox sevdiyim marka, güləcəksiniz siz. Deyin, gülək. Niva. Sürmüsünüz, varınız da Niva. Bəli. İnan, uşaqlar mənə deyir ki, dostlarım da, o yarışda onda Seymur mənə deyir. Deyir, sən də tapmırsan axı bu Nivada, indi belə yaşaxana çıxmasın. Land Cruiser də olub, indi də var, BMW də var. Amma inan, bu Nivanın sonra özüm belə rahatçıq tapıram. Yəni, Seymur deyir ki, bu qədər maşın sürürsən də, yəni varındır da. Amma niyə belə Nivanı sürürsən? Deyir, amma bilmirəm, özümün aslı deyil. Mənə xoşdur bu. Niva sevgisi var. Bəli. Əslində başqa maşınlar da var. İndiki vəziyyətimə görə, yəni başqa maşınlar olsa da belə, yəni bu Nivadan yetişən deyiləm də, yəni. Neçə yaşında almısınız sürücülük vəsiqəsini? 18 yaşımda. Yəni inan mən ki, o qədər oxumuşdum ki, getdim, aldım yəni. Yəni 15 yaşımdan neredeyse, 16 yaşımda atam mənə öyrədib maşın sürməyi. Yəni o da hər şey mənə özünüz verdiniz imtahan, aldınız. Sizə bir şey danışım, yəni nəyə görə özüm aldığımı sizə inandıra bilərəm. Deməli, mən getdim Kanadaya, Portuqaliyadan sonra getdim Kanadaya. Deməli, 22 gün qaldım orada. 22 gün ərzində inanın mənə ki,
Orada bir dostuma buradan Elmara da salamlarımı çatdırıram. Həqiqətən mənə çox kömək oldu. Deməli, mən Torontodan Niagara şəhərlərinə getmək istirdim, amma avtobusla və yaxud da taksi ilə getmək istəmirdim, maşın götürmək. Mənə prava lazım idi. Mən elə bil gəldiyim gündən Elmara dedim. Elmara dedi ki, yaxşı köməklə eləyərik sənə. Mən orada prava aldım. İnanın mənə ki, oxudum, 200-300 sualı idi, nə qədər idi. O 2 gün oxudum, onu yəni verdim. Düzdür, imtahana 17 dəfə girdim, çıxdım, yəni həqiqətən çətin oldu mənə, amma aldım da, yəni. İndi yəni Kanada var, Bakı da var, yəni ona görə getdim Niagara o maşınla, istədiyimi də elədim yəni orada. Arzulardan biri reallaşdı. Bəli, bəli. Bəs başqa reallaşmayan arzunuz var? Başqa reallaşmayan Avtomobil qarajı bildik. Başqa bir reallaşmayan arzum. İstəyərdim ki, Bakıda gimnastika ilə bağlı çoxlu zalım olsun, yəni. Çoxlu zalımız olsun. Çoxlu zalım hər yerdə olsun, nəyə görə insanlar gəlsin daha çox uşaqlarını gimnastikaya yönəltsin. Nəinki gimnastikaya, Azərbaycan idmanla daha çox məşhurdur da, yəni istəyərdim ki, bu idmançılarımıza daha çox dəstək olar və yetişən balaca çempionlarımız daha böyük nəticələr qazansınlar və daha rahat işləsinlər, yəni. Yəni, məsəl üçün, güləşçilərimiz, cidoçularımız, hamısının rəstəşqəyə ehtiyacı olur, yəni streçing məşqlərə ehtiyacı olur. Amma bizdə onu uşaqlıqdan, məsəl üçün, bir idmançı ki, gimnastika ilə məşğul olsaydı, ən azından da 1 ayda olsa, 3 ayda olsa, 4 ayda, 5 ayda olsa, o onun özündə də olacaqdı. Uşaqlıqdan o yaranan bir şeydir deyə, sən böyükdə onu təkrarlayırsan. Onda daha çox rahat gedər məşqləri və indiki gündə, yəni, indi də baxırsan ki, işləyirlər, çalışırlar, amma çətin olur. Amma onun bir vədə var, uşaqlıqdan bunu eləyir, daha rahat olur onun üçün. O arzularınıza ilk addımları atmışsınız, artıq bir zalınız açılır, açılacaq. Xeyirli olsun. İnşallah. Biz sizə minnətdarıq, ağa. Xoş oldu sizdən söhbət. Qutardı. Minnətdarıq gəldiniz. Düşünürəm ki, səmimi cavablar idi. Hamısı. Hamısı. Çox sağ olun. Siz sağ olun. Tamaşaçılara nəsə bir sözünüz varsa, buyurun. Tamaşaçılara deyə bilərəm ki, əlindən gələn ən yaxşısını eləsinlər, yəni bu həyatda. Minnətdarıq. Hörmətli tamaşaçılar, 30 dəqiqəmiz artıq sona çatdı. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Amma bir təşəkkürümüz də var. Çəkilişdə göstərdiyi köməkliyə görə Bir Hol Restoranlar şəbəkəsinə dərin minnətdarlığımızı bildiririk. Sağ olun, sağlıqla qalın. Ay, Diana da, Diana da bunun için. Ay da, Diana, biraz səbir ola. Niyə onu dedim də, mənə məşqə gətirən odur. Dəfələrlə məşq atmaq istəmişəm də, həmişə. Məşq getmir, çıxıram çölə ki, istəmirəm eləmək. Həmişə asıb deyir ki, yox da, işdə. Düzələcək ki, biraz səbir ol, 27 yaşa çatdırdı mənə.